Dəyərli əziz şəhid ailələri, qazilər, vətənsevərlər, 26-sı 11-ci ay 2025-ci il tarixində Azərbaycanın Beyləqan rayonunun 1-ci Şahsevən kəndinin 2016-cı il 4 günlük aprel döyüşləri iştirakçısı və 27 sentyabr 2020-ci il 44 günlük 2-ci Qarabağ döyüşlərinin kəşfiyyatçısı şəhid Məmmədli İmran Cahangir oğlunun 5-ci anım şəhadət günü məclisi keçiriləcək. Öncə saat 10:30-da Beyləqan rayon 1-ci Şahsevən kənd şəhidlər xiyabanında şəhidimizin məzarı ziyarət ediləcək. Daha sonra isə saat 12:00-da şəhidin ata ocağında adına ehsan süfrəsi açılacaq. Eşidən, bilən hər bir kəs dəvətlidir. Hörmətlə şəhidin dəyərli və əziz ailəsi. Ünvan Beyləqan rayon 1-ci Şahsevən kəndi. Dağların qoynunda soldu çiçəklər, söndü dan ulduzu min bir diləklər, kamına çatmadan köçdü ürəklər, qəlbimdə qubardı candı şəhidlər. Kasıb damxaların zəngin insanı, vətən vətən deyə tapşırdı canı. Hər kəsdən üstündür bir damla qanı, ən böyük şöhrətdir, şandı şəhidlər. Göylərdən ucadır məqamı ulu, göylərdən ucadır məqamı ulu, əməli salihdir imanla dolu. Nə böyük zirvədir şəhadət yolu, hər iki cahana şandı şəhidlər, hər iki cahana xandı şəhidlər.